Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma əcil vəliyyikəl fərəc. Məkasib kitabından 419-cu dərsi oxuyuruq. Bəhsimiz Ğina bölümündədir. Və keçən dərsimizdə qeyd olundu ki, ləhv iki cürə baş verə bilər. Əhəduhuma, onlardan biri, yəni bir yolu budur ki, qəsd-ü tələhhi qəsd oluna. Tələhhi qeyd elədik, ləhvin neçə mənası var idi Azərbaycan dilində? Həmən ləhvi qəsd eləyəsən, xanəndə ləhvi qəsd eləsin. Və in ləm yəkun ləhvən. Baxmayaraq bu ləhv olmasa da, məsələn, bu xanəndə oxuyur, səsi məsələn tutulubdur, zahirdə ləhv çıxmır. Və lakin xanəndə niyyət eləyib ki, mən burada ləhv eləyim, yəni insanları əyləndirim, burada insanlar mənim səsimdən ləzzət alsın. Bunu qəsd eləyibdir. Belə olduğu təqdirdə bu ğina hesablanır və haramdır. Bu bir yolu ki, dünənki dərsimizdə bunu qeyd eləmişdik. Əs-sani, ikinci yolu, ləhv ikinci yolla nə cür baş verir? Kovnuhu ləhvən fi nəfsi. Xanəndə oxuyur, öz-özlüyündə oxuduğu ləhvədir. İndəl müstəmi'in. Onu eşidənlərin yanında bu ləhvədir. Ona qulaq asan adam deyir ki, bu ləhv oxuyur. Və in ləm yəqsud bihi tələhhi. Baxmayaraq bu oxuyan isə bu oxumağı ilə tələhhini qəsd eləməyib, ləhvi qəsd eləməyib. Məsələn, bir nəfər Quran oxuyur. Qəsdi, niyyəti cəmaatı əyləndirmək deyil, Quran oxumaqdır. Və lakin elə bir səslə oxuyur ki, cəmaat onu ləhv bilir. Və yaxud bir nəfər mərsiyə oxuyur, yaxud bir nəfər dua oxuyur, ya bir nəfər roza oxuyur. Cəmaat onu ləhv bilir, əyləncə kimi bilir. Amma bu şəxs oxuyan qəsdi, niyyəti mərsiyə oxumaqdır, roza oxumaqdır, Quran oxumaqdır, dua oxumaqdır. Yəni, tələhhini qəsd eləməyib. Yəni, oxuyanın niyyəti budur, cəmaatı əyləndirsin. Və lakin, cəmaat, ürf, onun oxuduğunu ləhv bilir. Bu surətdə də bu ləhvdir, ləhv olduğu üçün haramdır. Ona görə buyurur, kovnuhu ləhvən fi nəfsihi indəl müstəmi'in. Onu eşidənlərin yanında oxuduğu ləhvədir. Və in ləm yəqsud bihi tələhhi. Baxmayaraq, o xanəndə oxumağı ilə niyyət eləməyib tələhhini. Yəni, cəmaatı əyləndirməyi niyyət eləməyib. Niyyəti budur ki, mən Quran oxuyuram, və yaxud dua oxuyuram, və yaxud roza oxuyuram, və yaxud mərsiyə oxuyuram, məqsədi odur. Amma cəmaat, onu eşidənlər ona ləhv deyirlər. Sümmə, innəl mərcə filləhv iləl urf. Buyurur, bir şeyin ləhv olub olmamağı qayıdış yeri təyin eləyən ürfdir. Yəni, ürfə həml eləyərlər. Ürf, yəni cəmiyyət, cəmaat. Cəmaat əgər
onu ləhv bilsə, ona qina desələr, bu olar haram. Sümmə innəl mərcə filləhv, sonra ləhvidə mərcə iləl urf, yəni qayıtdığımız yer ürfdir. Ürfə havalə edərik. Vəl-hakim be təhəqqüqihi huvəl vicdan, o ləhvin olub olmamağına hökm eləyən isə vicdandır. Yəni vicdanımız hökm eləyir. Burada ləhv baş verib ya verməyib. Bu vicdan nədir? Vicdan Azərbaycan dilində, Azərbaycan ədəbiyyatında neçə cür məna olunur. Məsələn, vicdanın bir mənası budur ki, qəlblə hiss etmə. Yəni, bunun ləhv olub olmamağı insan öz qəlbi ilə hiss eləyir. Yaxud ikinci mənası duyğu. İnsan duyğusu ilə vicdanı məna eləyiblər. Vicdanın bir mənası da duyğu. Bir mənası insaf. Bir mənası ədalət duyğusu. Bir mənası mənəvi məsuliyyət hissi. Bir mənası daxili şur və coşqunluq. Bir mənası qızğın şövq duyğusu. Bunlar hamısı vicdanın mənasıdır. Yəni, insan bunların biri ilə hökm eləyir ki, burada ləhv mövcuddur, yaxud mövcud deyil. Ona görə də mərhum şeyx buyurur, vəl-hakim be təhəqqüqilləhv huvəl vicdan. Bəs ləhvin baş verməkliyində hakim, hökm eləyən insanın vicdanıdır. İnsan vicdanla, ədalət hissi ilə, duyğusu ilə, qəlbi ilə ki, neçə məna elədik, vicdanı onunla deyir ki, bu ləhvdir, ya ləhv deyil. Məsələn, heysu yəcidu soud əl-məzkur münasibən li bəzi alat-ı ləhv və rəqs. İnsan öz daxili hissi ilə, öz qəlbi ilə bir səsi eşidir. Bir səsi eşidəndə özü qərar verir. Bu, bəzi ləhv alətləri ilə və rəqs ilə uyğundur, münasibdir, yaxud münasib deyil. Əgər münasib bilsə, bu olacaq ləhv və haram. Əgər olmasa, onda bu ləhv hesablanmaz. Və lehuzuri ma yetələzzəu bihi quvvər şəhəviyyə. Və həmçinin insan bununla artıq hazır eləyir özündə ki, şəhvət qüvvəsi bundan ləzzət alır ya almır. Yəni, insanda o şəhvət qüvvəsi əgər bu səsdən ləzzətlənirsə, belə deyək, özündə bir dənə hiss icad olunursa və özündə bir yüngüllük icad eləyirsə, artıq o ləzzətə ki, sahib olur, artıq bununla hiss eləyir ki, bu ləhvdir. Min kovnəl müğənni cariyə əv əmrət əv nəhvu zalik. İstəyir müğənni, yəni bunu oxuyan qadın olsun, ya o oğlan uşağı əmrət, yəni o oğlan uşağı ki, hələ üzünə tük gəlməyibdir. Və nəhvi zalik və bunlara oxşar şəxslər ki, bunlar oxuyursa və insanda o şəhvət qüvvəsi, ləzzət alırsa və insanda bir hal icad olunursa və artıq bunlar əlamətdir ki, bu ləhvdir və haramdır. Və məratibul vicdanil məzkur müxtəlifətun fil vuzu vəl xifa. Və eyni zamanda vicdan mərtəbələri o ləhvin aşikar və yaxud gizlin olmağının seçimində müxtəlifdir. Yəni, burada artıq
vicdan müxtəlif ola bilər. Yəni vicdan müxtəlif, vicdanı da məna elədikdə duyğu, qəlblə. Məsələn, birində duyğu bu cür olar, deyər ki, mən ləhv edib, birində olmaz. Və məratibul vicdanil məzkur müxtəlifətun fil vuzu vəl xifa. Vuzu vəl xifa, yəni aşikar və məxfi, yəni ləhvin aşkar şəkildə sabit eləməyi və yaxud aşkar şəkildə olmamağı vicdanlar müxtəlifdir. Fəqət yuhassin bəzu tərcih min məbadiyil qina və ləm yəbluğuhu. Bəzən vicdan elə tərcihi, yəni o qəlqələ ki boğaza gedir, bəzən onu məsələn qinanın məbadisindən hesablayar. Yəni qinanın müqəddiməsi hesablayacaq. Halbuki qina hələ ora çatmayıb. Hələ qina yoxdur. Və zəhərə mimma zəkərna ənəhu la fərqə beynə istimal hazihil keyfiyyə fi kəlami həqqin əv batilin. Bəs bu dediklərimizdən belə zahir oldu ki, fərqi yoxdur. Bu ləhv, bu qina, bu keyfiyyətdə istəyir haqq kəlamında olsun, ya batil kəlamında olsun. Məsələn, haqq kəlamı nə kimi? Fəqra'atul Qur'an və dua vəl mərasi bi sautin yərci'u fihi əla səbilillah. İstəyir məsələn haqq kəlamı nə kimi? Qur'an oxumaq kimi olsun, dua eləmək olsun, mərsiyə oxumaq olsun. Bir səslə Qur'anı oxuyur, duanı eləyir, mərsiyəni oxuyur ki, orada ləhv yolu ilə eləyir, orada qəlqələ eləyir. La işqalə fi hurmatiha. Belə olduğu təqdirdə onların haramlığında işqal yoxdur. Və la fi təzaifi iqabiha. Və işqal yoxdur ki, belə oxuyan şəxsin əzabı qiyamət günündə daha 2 bərabər olacaq. Yəni belə şəxsin, o şəxs ki mərsiyəni, Qur'anı, rozanı, duanı qina ilə oxuyur, onun əzabı qiyamət günündə 2 bərabər olacaq, nəinki o biri şəxslər. Niyə? Ləkovnuha məsiyyətun fi məqamit taə. Çünki bu şəxs taət məqamında günah eləyibdir. Yəni bu cür oxumamalı idi, oxuyubdur. Bu bir, əzabı bir buna görə olacaq. Və istixfafən bil məqruvvu vəl məd'uvvu vəl mərsiyyə. Və həmçinin bu şəxsləri yüngül hesablayıbdır. Məsələn, Qur'anı oxuyub, Qur'anı yüngül tutub elə oxuyub. Dua ki oxuyub, kimdən dua eləyib? Allahdan. Allahı yüngül tutubdur. Mərsiyə oxuyub kimə görə? Əhl-i beytə görə. Məsumlara görə mərsiyə rozu oxuyubdur. Onları kiçildibdir bu sözləri ilə. Ona görə də bu şəxslərin əzabı 2 qat olacaq. Bir dəfə budur ki, bir müğənni, dünyəvi müğənni oxuyur, o haram iş görür, bunun əzabı 1-dir. Amma bir dəfə budur ki, Qur'anı, duanı, mərsiyəni, rozanı qina ilə oxuyur, onda bunun əzabı 2 qatdır. İnşallah hələ bu bəhsin davamı var. Elhamdülillahi Rabbil aləmin.